Həyat qızın nağılı. Biri var idi, biri yox idi. Dərin dərələrdən, sərin bulaqlardan, yaşıl meşələrdən çox uzaqlarda, qumunu yayda günəş qovuran, payızda külək sovuran, ucu bucağı görünməz bir səhra, bu səhranın qurtaracağındakı kəsmə daşlarda, gövdəsi ruzigarın zərbindən düyün bağlamış qara ağacın kölgəsində 3 komadan ibarət bir oba var idi. Bu komaların hərəsində 11 nəfərlik qocalı, cavanlı insanlar yaşayırdı. Ona görə qocalı, cavanlı deyirəm ki, bu balaca obada uşaq adına bircə dənə qızcığaz var idi. Bu uşaq da heç obalıların öz qanından deyildi. Qum qasırğasına düşmüş, karvandan qalmışdı. Bu o qasırğa idi ki, obanın ağsaqqalı Ağababa dəvələrin nəriltisini, insanların qışqırtısını eşidib, obalılarla bərabər karvanın dadına çatanacan, ölən ölmüş, qalan alacan olmuşdu. Dəvələr isə səhrada pərən-pərən düşmüşdü. Obalılar alacanları qumdan çıxardıb kömaya gətirəndən sonra cansız bədənləri dəfn eləməyə başlamışdılar ki, bir ağlamaq səsi eşitdilər. Qulaq kəsiləndə gördülər ki, səs boynu üstə yıxılmış ağ dəvənin yanından gəlir. Adamlar yürüyüb dəvəni dövrəyə aldılar. Yükünü dağıdanda nə görsələr yaxşıdır. Xurma saçlı, alma yanaqlı, badam gözlü bir qız qorxudan yumrulanıb girib xurcunun içinə. Qız adamları görəndə ağlaya-ağlaya dedi: "Ey babalar və nənələr, siz kimsiniz? Bəs mənim atam, anam hanı?" Obanın ağsaqqalı ağ bir çiçəyinə baxdı. Üzü saçından işıqlı ağca nənə quru palıd budağına oxşayan qollarını uzadıb uşağı bağrına bastı və dedi: "Ey ağ göyərçinin dimdiyindən səhraya düşüb, ölü torpaqdan diri çıxıb, dağ-dağ olan sinəmizə dağdağan olan həyat suyu, atanla anan cənnət bağına bağban gedib, səni də bizə əmanət ediblər." Uşaq qarının nə demək istədiyini tamam başa düşməsə də, bağ və bağban sözü qulağına xoş gəldi. Odur ki, ağlamağını kəsib, Ağca nənə ilə birlikdə obaya gəldi. Bir neçə gün sonra özlərinə gələn karvan əhli obalılara qurtara bildikləri yüklərdən və dəvələrindən hədiyyə verib yola düşəndə karvan başı dedi: "Ey ağsaqqallı Ağababa, ağ bir çəkli Ağca nənə, bilin və agah olun, bu uşağın ata-anasından başqa kimsəsi yox idi. Onlar da Haqqın rəhmətinə qovuşdu. Əgər razı olsanız, onu sizin yanınızda qoyub gedək. Yolumuz uzun və əziyyətlidir." Ağababa və Ağca nənə karvanbaşının sözündən çox şad olub dedilər: "Allah səndən razı olsun oğul, düz deyirsən." O gündən Həyat adlı qızcığaz düyünlü qara ağacın dibində bitmiş ipək yarpaqlı fidan kimi obaya təzəlik gətirdi. Obanın bütün sakinləri çöldə düzdə nə tapdılarsa, keçən karvanlardan nə aldılarsa, daşıyıb obanın yeganə uşağına gətirdilər. Uşaq qalan heç nəyə maraq göstərmir, ancaq cürbəcür meyvələri sevinə-sevinə ətəyinə yığıb komaya aparır, tumlarını çıxardandan sonra yenidən gətirib sacayağı komaların qabağındakı sal daşın üstünə tökür, obalılarla bərabər yeyərdilər. Bir gün Ağca nənə komanın atmasının dibində bir torba gördü. Ağzını açanda torbanın alça, gilənar, ərik və xurma tumları ilə dolu olduğunu gördü. Nənə torbanı yerinə qoyub geri qayıtdı. Bu vaxt Həyat qız
sal daşın qırağında oturub alma yeyən o balılara deyirdi: Kim almanın tumunu səliqə ilə çıxartsa, əzməsə, ona 3 dəfə sağ ol deyəcəyəm. O balılar da onun sözünə əməl edib, tumları tək-tək ayıraraq qızın ovcuna yığırdılar. Ağca nənə yaxınlaşıb dedi: Ay həyat adlı balam, almadan dadlı balam, bu tumları neynəyirsə? Həyat dedi: Nənəcan, mən bu tumları yol və nərdivan düzəldəcəyəm. Komanın qabağında əsasına söykənib göyün göy köynəyinə toxunmuş ağ buludlara baxan ağa baba dedi: Badam gözlü balam, hara yol çəkib nərdivan qoyursan? De, o balılar sənə kömək etsin. Həyat dedi: Babacan, məni qum qasırğasına karvanın vurduğu yerə apararsan? Baba ağsaqqalını tumarlayıb dedi: İstəsən lap səhranın axırına da apararam. Həyat üzünü o balılara tutub dedi: Ey o balılar, siz mənə çox yaxşılıq eləmisiniz. İndi istəyirəm mənimlə birlikdə siz də gələsiniz. O balılar bir ağızdan razılıq verib ayağa durdular. Ağa baba, Ağca nənə və tum torbasını qucaqlamış həyat qız dəvəyə, qalanlar isə at və ulaqlara suvar olub üz tutdular səhraya. Az getdilər, çox getdilər, gəlib çatdılar qasırğada ölənlərin bastırıldığı yerə. Həyat qız torbanın ağzını açıb yerə bir xurma çəyirdəyi bastırdı. Sonra o balıların hərəsinə bir ovuc çəyirdək verib dedi: Birinci tumu mən atdım, indi sizin növbənizdir. Hər 5 addımdan bir, yolun hər iki tərəfinə bir çəyirdək ata-ata gəlin. Adamlar dinməz söyləməz qızın sözünə əməl etməyə başladılar. Birinci dəvələr, ikinci atlar, üçüncü ulaqlar, dördüncü piyadalar tum səpə-səpə səhranın ağına düşüb getdikcə getdilər. Axırda gəlib üzü səhradan da boz olan bir dağa çatdılar. Ağa baba dedi: Qızım, buradan o yana yol yoxdur. Burada oturub biraz dincimizi alaq. Sonra da obamıza qayıdaq. Həyat əlindəki son çəyirdəyi yerə bastırıb dedi: Yaxşı babacan, sən deyən olsun. Əvvəlcə baba və nənə, sonra bütün o balılar miniklərindən enər-enməz göy guruldadı. İldırım çaxdı. Qərinələrlə yağış yüzü görməyən səhraya iri damcılar düşməyə başladı. Bu damcılar torpağı oyatdı. O balıları isə dərin yuxuya apardı. Günlər ayları, aylar illəri əvəz etdi. Həyatın əkdiyi toxumlar göyərib, boz səhranı yaşıl rəngə boyadı. Bozdağ səhranın rəngindən utanıb yaşıllaşdı. Dağın sinəsində daş yuxusuna getmiş o balılar, günəşin şüasında buxarlanıb, pambıq buludlara qarışdı. Onların buxarlandığı yerdən isə heç vaxt ot bitmədi. El arasında bu cığıra cənnət nərdivanı deyib ziyarətgaha çevirdilər. Bir zamanlar səhra, indi isə barlı bəhəri düzəngah olan yerdə məmləkət salındı. Bu məmləkətin adamları yedikləri meyvələrin çəyirdəyini heç vaxt zibilə qarışdırmadı. Bir yerə yığıb özləri ilə gəzdirdi. Harda bir boz torpaq, kölgəsiz yer görsələr, ora çəyirdək səpdilər. Həyat qızın nəfəsi bu çəyirdəkləri üfürüb qanadlandırdı. Ağa babanın o balıları isə həmişə yaş olan ağ köynəklərini sıxıb onları suladı. Çox keçməmiş, bütün çöllər cürbəcür meyvə bağlarına çevrildi.